Hamza salam dostlar. Necəsiz? İndi gedək sizə gelişmələrdən danışacağım. Başlıqda gördüyünüz kimi kanala abunə olub like atmağı unutmayın. Kanal 518 abunədir. Artıq böyüməyə doğru gedir. Bu günləri 2 video çəkmək istəyirəm. Çalışdığım qədər 2 video çəkəcəm. Girdik yine. Toyuqlar oturub yuvada. Bunlar da saat 2-3'den sonra otururlar yumurtlamağa. Yoxsa yumurtlamırlar. Gedək qazlara yanına. Başlıqda görmüşsünüz. Baxmışsınız. Maraqlı olacaq məncə sizin üçün də. Bu cücələr imkan versə. Bu qaz oturmur hələ də. Ayaq üstədir. Balanı versəm bilmirəm indi baxar. Baxmalıdır. Bu yumurta niyə bayırda qalır? O istidir. Düşdü. Bu balası da buradadır. Bu bala da buradadır. Çıxan bala. Necə qoyum bu ışığı? Belə. Dur. Belə qalsın. Baxın dostlar. Bunu özüm qırmışam. Çünki diğerini göstereyim. Vay vay. Anası əzib töküyor ki bunu. Ay ne günah qalıb bu. Bu əzilib tökülüb bütün anası sındırıb. Baxın. Əzib töküb bütün. Bu özü çıxmışdı. Anası əzib töküb sağdı. Qoyğansın burada. Diğeri de çıxmamışdı. Mən sındırdım. İşğar alırsan ay eşək. Dəli ya bu. İşığı da alıp çəkir altına. Bu da çıxmamışdı. Elə sındırmamışdı. Tərpənirdim. Ölər deyə özüm sındırım. Gördüm pərdəsini çizilib amma ki qabığı sındırmayıb. Mən də özüm etdim. Ölüb qalmasın deyə içində boğulub. Sağdır, bunun rəngi də alabla yəqin ki tünd rənglidir. Diğeri yəqin ki ağdır. Bala var deyə altında çox qurdalanır. Buna da versəm ayaq üstə dayanır, bala soyuğa düşür. Bu nə rəngdədirsə bu ağa da oxşur. Bu qaz niyəsə əldən yemək yemir. Yəni qabırsa da qoyuram, yemir. Ancaq mən əlimlə ağzına soxuram yemi. Bilmirəm tək deyə də yemirmi, nədirsə yemir bu yem. İndi bunun vaxtı biraz gəlsəydi anası da əzib töküb çıxartardım heç olmasa biraz da olsa. Yoxsa içində əzib öləcək bu. Qazdakı bala var deyə yanında çox tərpənir balaya. Qışqıranda durur ayağa, tezdən yatır, əzilir. Bu səhər sınmışdı. Bayaqlarda gəlib biraz belə dimdik yeri kimi açdım ki hava girsin içəri. Buna da heç nə olmur. Amma ki qaz çox tərpənir deyə sındırıb yumurtanı qalan bütün hissəsini sındıra gedib aşağıya kimi. İndi burada göbəyi olur bu aşağıda bu hissəsində. Göbəyi əgər vaxtı çatmıyorsa göbəyindən çıxırsa ölə bilər qaz balası içində. Buna görə də bu başı biraz sındırsa, burası qalsa, baxın, burası sındırdıqda bura qalsa olar. Özü vaxtı çatdıqda çıxacaq ya içinə kaka eləyibsə bala, onda çıxartmaq vaxtıdır, çıxarmayıb. Çıxarta bilərsə, əgər ki qan gəlirsə, bu pərdəsini cirirsə, baxın. Necə göstərim, digərində göstərərdim neysə. Tək əllə də göstərmək olmur işinə. Baxın burada pərdə var. Baxın burada pərdəsi var. Bu
pərdəni indi şeydir. Cıra bilmərəm, çıxarta bilmərəm yəni. Çünki hazır deyil hələ ki. Baxın, bala qışqırır deyə narahat olub dəqiqə bir durur ayağa, onda da sındırır yumurtanı. Bunun altına koyardım balanı ama ki öldürəcək balanı soyuqdan. Burada hiç olmasa yumurta var diye altında oturur. Ve bunu altından bunun neydi aslında? Altından aldım çünkü gördüm ki durmak istəyir. Dedim dursa yumurtalar hamısı öləcək balalar içinde. Alıp bunun altına koydum. Bunda da bir tane falloq yumurta var idi. Xarab onu koymuştum altına. Şimdi bu biraz çıksaydı özüm çıkartardım. Hiç olmasa içinde əzdi pişiriş olmasın, ölməsin. Bu da balanın sesini eşidən kimi tullanmaq istəyir və baxın. Belə gözəl qazlardı amma ki artım çox yoxdur. Bilməm biraz ağırdır, nəticə şeydir. Yumurtanı tez sındırırlar. Dediler bunlar 130 manatadılar. Bilmirəm, burada 30 manata belə satılır qaz. Ən bahası 30 manata deyirəm. 25 manata belə 25 manata satılır. Özü qışda elə ən bahası satılır, o da 30 manatadır. Dirəksən 35 satmaq olur. 130, 110'u ilk dəfə eşitdim. Mən saxladım qazlar üçün. Bu qazı mən uşaq vaxtı almışlar. Dəqiq bilmirəm, yekə balalar var idi, 3 aylıq. 2 aylıq belə. Bir balasını 5 manat almışlar. Ana yadıma gəlmir neçə aldılarsa. Balaları təbii ki öldü çoxdan. Anası qaldı. Öldü daha doğrusu. Həm kəsdilər. Buna heç nə olmasaydı. Belə qoyun kameranı. Baxın buranı açdığı qan gəlirmi? Biraz açtım. Kan gelmeyen yerlerin sonrası kan gelir diye el vurmuram. Baksın falan perde üstünde. Sonra gelip bakarak tez bakın ki öldürmesin. Dur. Koydum otur. Bu gazda bilmem balası çekme əzəcəksən. Otur belə. Balalar bilmem 30-20 nəticə anasını tükün. Belə otlar belə dişləyir, yeyir. İndi gedib biraz ot gətirecək. Ya da elə bu anasını, bu yenə qurdaladı yumurtaları əzib tökür. Bütün hamısını üst-üstə qoyub oturur üstündə yumurtalar əzilir. Neyse bu anana bırakın, bu balanı qoy getsinlər biraz gəzsinlər, vardır belki otlayarlar. Dur mama. Altına böyle bir fal yumurta var. Bu da sağ olsun dəqiqə bir durduğu üçün box içində eləyib yumurtanı. Bu dəfə erkeği çıxartın deyiləm çünki arası bir də vuruşurlar. Bu arada startda gözlülər. Nəsə versəm tullanmağa. Bunun balası hardadır? Arkadadır. Hara gidiyorsun? Yuvaya koysan oturmaz. Yuvadan çıkartsan gitmez.
cüce çıktı. Cüceler çıktı daha doğrusu. Birini tuttum. Əsası kaldı. Əsas açır. Çıktı böyle. Hayda tutamadım girdi. Tuttum. Ve gazlarımızı çıkartalım. Gaz artıq normal bir yekə bala kimi gəzib qaça bilir. Bu da yaxşıdır. Bu videonu atacağım. Təxmini bir 3'e belə 3'e 4'e. Diğer video biraz geç gelecek. Diğer video biraz geç gelecek. Bu gaz bilmiyorum niye belə dursa bayrağı çıxartdıqda ancaq qaçıb yuvaya gedir. Yuvaya koyduğunda da yuvada dayanmır. Ben dostlar balanı almıştım. Zəng geldi diye videoda yandı. Balanı cibime koymuştum soğuk olmasın diye. Yemir ot. Valla salıram. Anası yedi xeyli ot. Yemir hava da biraz soğuktu. Buna göre salacağım. Aslında içeri bala cibimde de olsa bayrağı çıkartmadım soğuktu diye. Cibimde kalıp istidə. Balanı çıkarttım. Çıktı. Gel ananın altına. Bizi gördü kavallarda. Yumurtalar tam soğuk. Sakin ol. Bu Kürt oturmuştu sonradan oturmadı durdu ayağa. Sakin ol. Kürt olup bala çarsaydı bence vuracağıydı. Çünkü biraz Kürt oturan zaman dişliydi adam elin. Yuvasını düzelteceğim indi. Bu sakit oğlu. Bu da Kürt oturan toyuqlardan da ama böyle oturmuyor belə ki. Yumurtalayıb mı? Yox. Yuvaları niye dağıtırlar? Düzeltirəm dağıtırlar bunlar. Hele bu cüceye baxsın. Otur. Ne kadar kışkırır bu toyu. Gelin bir biz. Gel sen. İşleyir mi? Evet işleyir. Başım gelir böyle kışkıran deli toyuqlardan. Burada yumurta var mı? Yoktu. Üstte olabilir mi? Çatı olacak zuva yerlerin dağıtmışam. Yoktur. Videoda çok kısa, uzun olan değil daha doğrusu. Bundan sonraki video olacak. Yer kök ekecek.
bu kadar olsun videomuzda. Gelen videoda görüşerik demeyeyim çünkü bugünlerde ikinci video gelecek. Yani görüşerik dostlar. İkinci videodan sonra yeni sabah atacağım. Bugünler ikinci videoda görüşerik dostlar. Sağ olun.